Qəbul suallarına davam edək. 5-ci sualda bizə bir üslü təyinlər sistemi verilib. X plus y cəmini istəyir. Burada deməli aşağıda 2x plus y bərabərdir 7 verib. Əvəz etmək isə y bərabərdir -2x plus 7 alarıq. 5-dəki üstündə x vurulsun 5-in üstündə y. Y-i yerinə gətirib əvəzləməmizi -2x plus 7-ni qoysaq cavab olacaq 20. Burada deməli 5-də 2 üstü x bölünsün 5 üstü x vurulsun 5-in üstünə -2x plus 7 bərabərdir 20 alınar. Burada da bilirik ki, böləndə qüvvətlər neyniyir? Çıxılır. 5-lər qüvvəti ilə 5 üstü x-in qüvvəti çıxılacaq. 2 üstü x vurulsun. Çıxılanda olacaq 5-in üstündə -3x üstəgəl 7 bərabərdir 20-yə. Buradan da bunu daha asan davam eləmək üçün tənlik kimi də əslində həll edə bilərik ayırıb. 5 üstü x-i buradan ayırsaq. Amma burada 20'nin biz sadə vuruqlarına baxsaq, 2 üstü 2 vur 5 üstü 1'dir da 4 vur 5'dir. 2 üstü x 3 üstü 2 o vaxt bərabər olar ki, x bərabərdir 2 olsun. 5'in üstündə də -3x plus 7 o vaxt bərabər olar ki, -3x plus 7 bərabərdir yenə 1 olsun. Buradan aydın məsələdir ki, mən də x-i yenə də 2 tapmış oluram. Yəni x-imiz 2 oldu. Bizdən də y da lazım idi. X-i yenə 2 qoysaq, -4 üstəgəl 7. Y-imiz də olacaq 3, cəmi də olacaq x plus y 5.